Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq artisti Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı Yusif İsmailov həbs olunub. Xəbər verilir ki, Yusif İsmailov Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası, xalq artisti Naibə Allahverdiyevanın hüquq mühafizə orqanlarına etdiyi şikayət əsasında saxlanılıb. O, Naibə Allahverdiyeva qarşı zor tətbiq etməkdə ittiham olunub. Hadisə Xaçmaz rayonunun Turist kəndində yerləşən xalq artistinə məxsus evdə baş verib. Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib. Məhkəmə araşdırmaları zamanı məlum olub ki, cari ilin mayın 5-də cütlük evdə təmir bərpa işləri aparmaq məqsədilə birlikdə Bakıdan Xaçmaza gedib. Orada aralarında mübahisə yaranıb. Naibə Allahverdiyev ifadəsində bildirib ki, mübahisə İsmailovun işləməkdən imtina etməsi və evdən getmək istəməsi ilə başlayıb. Daha sonra Yusif onu əvvəlcə şillə ilə vurub, sonra isə saçından və yaxasından dartaraq itələyib. Nəticədə aktrisanın üzü qapıya çırpılıb və xəsarət alıb. Təqsirləndirilən şəxs isə mayın 9-u axşam saatlarında Bakı şəhərinə qayıtmaq istəyərkən zərərçəkmiş şəxs ilə aralarında mübahisə düşdüyünü deyib. O, Naibə Allahverdiyeva əl qaldırmadığını və onu qəsdən vurmadığını bildirib. Məhkəmənin qərarı ilə Yusif İsmailov İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməkdə təqsirli bilinib və 15 gün müddətində həbs edilib.